Bağırsaqlarımızı pozan 5 qida. 1. Qazlı şirin içkilər. Bu içkiləri içdiyimiz zaman mədəmizə karbon qazı dolur və bu da ki həzmi pozur. 2. Ağ çörəklər. Həzmsizlik, köp və şişkinlik yaradır. Özəlliklə gluten həssaslığı olanlara. 3. Fast foodlar, yəni qızardılmış toyuqlar, burgerlər və dönərlər. Bu qidalar bağırsaqlarımızda çətin həzm olunur və bağırsaqlarımız bu qidaları həzm edə bilməyəndə ağrı, köp və şişkinlik yaranır. 4. Kalbasalar və sosisikalar. Bu qidaların tərkibində olan kimyəvi dadlandırıcı və rəngləndiricilər bağırsaqlarımızda iltihab yaradır. Tərkibindəki kimyəvi konservantlar bağırsaqlarımızdakı faydalı bakteriyaları öldürür. Bu da ki immuniteti aşağı salır və bağırsaq florasını pozur. Və nəhayət 5. Spirtli içkilər. Bu içkilər bizim bağırsaqlarımızın divarını yandırır. Spirt bizim bağırsaqlarımızda olan faydalı bakteriyaları, yəni probiotikləri öldürür. Nəticədə həzmsizlik, köp və qaz kimi problemlər ortaya çıxır. Bildirim ki, yediyimiz bu cür zərərli qidalarla yanaşı istifadə etdiyimiz antibiotiklər yaxud da ki, hansısa bir xəstəlikdən sonra bağırsaqlarımızın florası pozula bilər. Əgər siz də sağlam bir bağırsaq florası istəyirsinizsə, simbiotik tabletlərindən istifadə edə bilərsiniz. Bildirim ki, simbiotik tabletləri dərman deyil. Bu məhsulun tərkibində bağırsaqlarımız üçün faydalı olan bakteriyalar, yəni probiotiklər və prebiotiklər var. Bəzən istifadə etdiyimiz probiotiklər bağırsaqlarımızda uzun müddət yaşaya bilmir. Bu məhsulun tərkibində olan prebiotiklər həmin probiotikləri qidalandıraraq onların çoxalmasına və bağırsaq floramızın bərpa olmasına yardımçı olur. Nəticədə bağırsaq florası düzəlir, bədəndəki iltihabi proseslər aradan qalxır və həzmsizliklə bağlı yaşadığınız şikayətlər də yoxa çıxmış olur. Bağırsaq pozulmaları zamanı həkimlər gündə bir dəfə yemək arası 5-10 gün müddətində bu tabletlərdən istifadə etməyi tövsiyə edirlər. Bildirim ki, bu cür pozulmalar zamanı məhsulun sadəcə bir listini də alıb istifadə edə bilərsiniz. Poş istehsalı olan simbiotik tabletləri bütün apteklərdə mövcuddur.